Salam əziz tələbələr, mən Babək Yaqubov. Mən bugün sizə məntiqin ən önəmli mövzularından biri olan sudoku tipli sualları izah edəcəm. Deməli, sudoku, bəlkə də oynayanlarımız var, oyundur və bu oyunun xüsusi qaydaları var. Təbii ki, oyunu oynaya bilməyənlər üçün, ilk dəfə işlənənlər üçün imtahanda bu qaydalar sualın üzərində qeyd olunacaq. Nədir bu qaydalar? Deməli, sudokuda biz cədvəli verilən ədədlərlə, bəzən hərflərlə, bəzən simvollarla elə doldurmalıyıq ki, istənilən sütunda, yəni məsələn 1, 2, 3, 4, 5, 6 xana var. İstənilən sütunda bu rəqəmlərin hərəsindən bir dənə olmalıdır. Təkrar ola bilməz. İstənilən sətirdə 6 xana var, görürsünüzmü? Bu rəqəmlərin hərəsindən bir dənə olmalıdır. Və tünd xətlərlə hüdudlanmış sahədə, yəni tünd xətlərin içində bu rəqəmlərin hərəsindən bir dənə olmalıdır. Yəni qaydası belədir. Elə bil ki, 1-dən 6-ya qədər rəqəmlər sətirdə də təkrar olunmamalıdır, sütunda da təkrar olunmamalıdır, qara xətlərin içində də, buna blok deyilir. Bu bloklarda da, tünd xətlərin içində də təkrar olunmamalıdır. Əvvəlcə mən sizə sualın qaydasını izah edəcəm, sonra qısa həllini deyəcəm. Deməli, məsələn, tutalım deyirəm, bu sətrə baxıram. 2, 6, 4 və 5 var. 2, 6, 4 və 5 varsa, burada nə yoxdur? Onu əvvəlcə müəyyən eləməliyəm. Deməli, 6 var, 5 var, 4 var, 2 var, qalıb 1 ilə 3. Sonra düşünməliyəm, hansı 1-dir, hansı 3-dür. O da mən bilirəm ki, sütunda da təkrar ola bilməz. Yəni, burada 1 varsa bu sütunda, bura artıq 1 yazmaq olmaz. Eyni sütunda 2 dənə 1 ola bilməz. Hər rəqəmdən 1 dənə olmalıdır. Onda bura artıq 1 ola bilməzsə, deməli 3-dür. 2, 3, 6, 4, 5 varsa, bura məcburən 1-dir. Belə dolduracaq. Məsələn, tutalım, eyni qayda ilə bu sətrə keçirəm. Bu sətirdə 3 var, 4 var, 5 var, 2 var. Deməli, bu sətirdə hansı rəqəmlər yoxdur? 1 ilə 6 yoxdur. Mən baxıram ki, bu sütunda 1 var. Burada 1 varsa, burada 1 ola bilməz. Sütunda 1 var. Deməli, bu artıq 6-dır. Yəni, bura ikinci 1 yazmaq olmaz. Bu 6-dır. Onda bura nə qaldı bəs? 3, 6, 2, 4, 5, 1 qaldı. Bu cür dolduruq. Təbii ki, burada məqsəd sualı tapmaqdır. Sualı tez tapa bilsək, üstünlük qazanarıq. Yəni, digər suallara daha çox vaxtımız qalar imtahanda. Ona görə mən burada tez keçirəm bura, sualı tapmağa. Deməli, 1, 2, 6, 5, 4 varsa, burada nə çatışmır? Onu düşünməliyəm. 1, 2, 6, 5, 4, burada 3 çatışmır. Deməli, avtomatik mən bilirəm ki, sualın cavabı nədir? 3-ə bərabərdir. Bu cür həll eləmək olur sualı. Məsələn, bir dənə də istəyirəm sizlə birlikdə blok doldurum. Məsələn, bu blokda tünd xətlərin içində hansı rəqəmlər var, hansı rəqəmlər çatışmır? Gəlin ona baxaq. 1 var, 3 var, 4 var, 5 var. Fikir verirsinizsə, bu tünd xətlərin içində 6 ilə 2 yoxdur. Və mən bilirəm ki, sütunda 2 varsa, bu sütunda 2 varsa, artıq burada 2 ola bilməz. Deməli, bura 6-dır. Onda məcbur bu tərəfə 2 qalır. Yəni, əvvəlcə müəyyən edirəm. Burada nələr çatışmır? 6 ilə 2. Sonra tapıram. 2 burada olmaz. Deməli, bu tərəfdədir. 6 buradadır. Bu qayda ilə sual doldurmuş olar. Bəs sudokuda biz, belə deyək, daha asan bu sualı həll edə bilərdikmi? Edə bilərdik. Baxın uşaqlar, indi mən sizə bir şey göstərəcəm bu sualda. Deməli, bu sualda əslində verilən rəqəmlərin çoxu mənasız rəqəmlərdir. Məsələn, belə bir şey izah edeyim mən sizə. Tutaq ki, bax, bu 5 olmasa da olar. Məsələn, bu 5 olmasa da olar. Bu 1 olmasa da olar. Yəni, bu rəqəmlər mənə verilməsəydi belə, burada bəzilərinin üstünə xət çəkəcəm, bu rəqəmlər mənə verilməsəydi belə, mən burada verilən 2-3 dənə rəqəmlə əslində sualın cavabını daha yaxşı, daha sürətli tapa bilirəm. Məsələn, bütün rəqəmləri demək olar ki, sildim.
sadəcə bu 3-lər və bu 4 mənə verilsəydi, mən yenə də sualın cavabının 3 olduğunu sizə izah edə biləcəkdim. Necə izah edəcəkdim? Deməli, belə bir izahla başlayacaqdım. Siz bilirsiniz ki, blokun içində hər rəqəmlər bir dənə olmalıdır. Yəni, bu blokun içində bir dənə 1 olmalıdır, bir dənə 2 olmalıdır, bir dənə 3, bir dənə 4, bir dənə 5, bir dənə 6 olmalıdır. Yəni, bu blokda 3 olmalıdır. Və mən baxıram ki, burada 3 varsa, artıq bura mən 3 yaza bilmərəm. Yəni, nə buna 3 yaza bilmirəm, nə buna 3 yaza bilmirəm. Bax, burada 3 var. Eyni sütuna ikinci 3 yazmaq olmaz. Burada baxıram ki, burada 3 varsa, buralara 3 yaza bilmərəm. Eyni sütuna ikinci dəfə 3 yaza bilmərəm. Yəni, mən nə bu xanalara 3 yaza bilmirəm, bu 3-ə görə. Nə bu xanalara 3 yaza bilmirəm, bu 3-ə görə. Onda mən bu blokun içinə 3-ü hara yaza bilərəm? Bura yaza bilmirəm. Bura yaza bilmirəm. Bura yaza bilmirəm. Bura yaza bilmirəm. Burada zaten 4 var. Onda mənim 3'ü yazmalı olduğum yer məcburən sualın yeridir. Yəni siz bax belə bir üsulla sualın cavabını çox sürətli tapa bilərdiniz. Bir də daha az rəqəm veriləndə bu üsulla getmək lazımdır. Diqqətiniz üçün təşəkkürlər. Burada yəni sualın cavabı 3 alınır.